həmişə toy olsun. Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızı ilə evlənib. AXÇB sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Əhəd Abiyevin qardaşı qızı Zümrüd Qəhrəmanlıdır. İsə Qəmbərin xanımı Aidə Qəmbər, Heydər Əliyevin xanımı Zərifə Əliyevanın xalası nəvəsidir. İlham Əliyevin köməkçisi, katibəsi Dilarə Seyidzadə, El Hərəkatının sədri Eldar Namazovun doğma xalasıdır. Qurban Məmmədov və qardaşı Sərdar Cəlaloğlu deputat Siyavuş Novruzovun bibisi nəvələridir. Ziyarətdir eşki yolu, haqlığını sudan durur. Bəxtiyar Hacıyev, İmişli rayon icra hakimiyyəti başçısı William Hacıyevin və Müasir Müsavat Partiyasının sədri Hafız Hacıyevin qohumudur. Deputat Eldar İbrahimov, jurnalist Eynullah Fətullayevin anasının doğma xalası oğludur. İqtidar və müxalifət qohumluğu. Kəsillərdə baxarlaya, şərikeydir şanlıq saray. Bu toy gününüz mübarək. Hüseyin Əzizoğlu, Kanal 13.